Salam. İndi biz qədim Havay-Huna ilminə aid olan bir texnika ilə Ho'oponopono ilə tanış olacağıq. Bu sadəcə bir texnika deyil. Bu şəfa, sevgi, azadlıq və daxili barış yoludur. Bu qədim metod şəxsi problemləri və blokları, insanlar arasındakı ixtilafları aradan qaldırır və münasibətləri dərin səviyyədə sağaldır. Qədim şamanlar deyirdilər ki, vəziyyət nə qədər ümidsiz, nə qədər çarəsiz görünsə də, Ho'oponopono'nun həll edə bilməyəcəyi heç bir problem yoxdur. Bu metodun sirri sevgidədir. Kainatdakı ən güclü və saf enerji olan, hər şeyin əsasını təşkil edən ilahi sevgidə. Bu yol dünyaya geniş şəkildə Dr. Haleakala Hülen vasitəsilə tanındı. Dr. Hülen'in bir tanışı ondan Havaydakı Kano Dövlət Həbsxanasının psixiatriya şöbəsində işləməyi xahiş etdi. Bu həbsxana qeyri-adi dərəcədə çətin və ağır bir yer idi. Orada 30-dan çox ağır ruhi xəstə məhbus saxlanılırdı. İşçi heyəti daim dəyişirdi. Çünki insanlar bu yerdə işləmək istəmirdi. Ora cəhənnəm adlandırılırdı. Dr. Hülen bu iş təklifini qəbul etdi. Lakin bir şərtlə. O ənənəvi psixoterapiya metodlarına deyil, yeni öyrəndiyi bir üsulu tətbiq edəcəkdi. Ona məhbuslarla birbaşa danışmağa icazə verilmədi. Yalnız onların tibbi tarixçələrini oxuya bilərdi. Amma o, bu məhdudiyyətləri problem olaraq görmədi. Hər gün tək başına onların sənədlərini oxuyur və öz daxilinə yönəlirdi. Hər bir məhbusun arxasında duran ağrı, zorakılıq, qorxu, travma, bütün bunlara o bir sualla yanaşırdı. Bu ağıl pozuntuları, bu negativlik, bu zorakılıq, bunların mənim daxilimlə necə bir əlaqəsi var? Bu insanların mənim həyatımda olması ilə bağlı mən nə dərəcədə məsuliyyət daşıyıram? Bu sualların cavablarını öz içində axtardıqca Ho'oponopono metodunu tətbiq etməyə başladı. O hər bir məhbusun xəstəlik tarixçəsini oxuyaraq və ona xas xüsusiyyətləri öz dərinliklərində taparaq bu 4 ifadəni təkrar edirdi və şuurunu təmizləyirdi. Və zamanla möcüzələr baş verdi. 18 ay keçdikdən sonra həbsxananın atmosferi tamamilə dəyişdi. Məhbuslara artıq qandal taxılmırdı. İşçilər işə sevə-sevə gəlirdilər. Aqressiv hallar azalırdı. Bir müddət sonra Dr. Hülenə məhbuslarla birbaşa danışmağa icazə verildi. Və 4 il sonra bu psixiatrik şöbədə cəmi 2 nəfər istisna olmaqla bütün məhbuslar sağaldı. Şöbə bağlandı. Dr. Hülen müsahibələrinin birində belə deyirdi. Mən heç kimlə birbaşa işləmədim. Sadəcə özümü təmizlədim. Çünki mən həyatımdakı hər bir insana görə 100% məsuliyyət daşıyıram. Və mən daxilimi təmizlədikcə mənim ətrafımda şəfa tapdı. Bəs bu 4 ifadə əslində nə deməkdir? Təəssüf edirəm. Mən anlayıram ki, bugün düşdüyüm vəziyyət, ətrafımda olan hər şey və hər kəs mənim daxili aləmi
birbaşa bağlıdır. Pulsuzluq, borclar, sevgisizlik, tənhalıq, xəstəliklər. Bunların hamısı mənim düşüncələrimin, inanc sistemimin, mənim və ya ailəmin, köklərimin zamanla, bilərək və ya bilməyərək yaratdığı enerjilərin təzahürüdür. Buna görə təəssüf edirəm. Və bu sözlərlə mən özümü günahkarlıq hissindən azad edirəm. Bağışla məni. Bugün içimdəki bu həqiqəti dərk edirəm. Mən həyatımda baş verənlərə görə məsuliyyət daşıyıram. Və isyan etmədən, şikayət etmədən, sadəcə qəbul edərək, özümü, bu həyatı və ruhumu anlayaraq, bu qəfəsə salınmış ruhumdan bağışlanma diləyirəm. Öz yanlış seçimlərimə görə özümü mühakimə etdiyim üçün üzr istəyirəm. Bu sözlərlə azad olmaq istəyirəm. Azad olmaq və azad etmək. Təşəkkür edirəm. Təşəkkür edirəm çünki bilirəm ki, həyatımda tezliklə bir möcüzə baş verəcək. Yaradanın, mələklərin və həyatın özü ilə bir olduğum üçün təşəkkür edirəm. Məni narahat edən bu problemin mənim üçün gözəlliklə nəticələnəcəyinə inanıram. Keçmişdən gələn enerjilərdən azad olduğum üçün təşəkkür edirəm. Daxilimdə dəyişiklik etdiyim və bu dəyişiklik kainatda əks olduğu üçün təşəkkür edirəm. Hər şeyin mənbəyi ilə bir olduğumu dərk etdiyim üçün təşəkkür edirəm. Səni sevirəm. Səni sevirəm və özümü də sevirəm. Bu vəziyyəti olduğu kimi qəbul edirəm. Mən sənin içindəki ilahi varlığı görür və hörmət edirəm. Həyatıma gəlmiş bu çətinliyi sevirəm. Çünki o mənə bir dərs gətirib, bir oyanış gətirib. Bu dərs sayəsində mən dəyişirəm və layiq olduğum həyata doğru gedirəm. Özümü və səni bütün səhvlərimiz və kölgələrimizlə birlikdə qeyd şərtsiz sevirəm. Çünki yalnız sevgi şəfa verə bilər. İndi bu 4 ifadəni 108 dəfə təkrar edəcəyik. Bu müqəddəs say çox qədimdən bəri dualar və mantralar üçün istifadə olunur. Bu rəqəm yüksək enerjili rezonansa malikdir və sözlərin gücünü sən bu təkrarı tamamladıqdan sonra belə uzun müddət qoruyub saxlayacaq. Bu praktika zamanı qəlbindən və ya ətrafında hiss etdiyin hər hansı bir sıxıntını düşünə bilərsən. Təkrar etdikcə diqqətini sinənin tam ortasında saxlamağa çalış. Orada tam mərkəzdə qızılı, parlaq işıqlı bir kürə təsəvvür et. Nə zaman təəssüf edirəm, bağışla məni, təşəkkür edirəm, səni sevirəm desən, bu kürənin getdikcə daha da böyüdüyünü, isinib paraladığını hiss et. Və hər təkrarınla bu nur təkcə səni deyil, ətrafını da işıqlandırmağa başlayır. Bu praktikaya davam etdikcə qəlbində yaranan hissləri müşahidə et. Rahat, səni kimsənin narahat etməyəcəyi bir yerdə otur. Dərin və sakit nəfəs al. İndi birlikdə 108 dəfə təkrar edirik. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm.
Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf
Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. 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 Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm.
Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm.
Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm. Səni sevirəm. Təəssüf edirəm. Bağışla məni. Təşəkkür edirəm.